Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Bakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə bəzi toy və yas mərasimlərində pula görə, yəni kim imkanlısa bu təbəqələşmə söhbətinə görə varlı kasıb, bu kasıb yaşlı olsa da, elin ağsaqqalı olsa da söz verilmir deyənə pulluya söz verilir və bu olur elin ağsaqqalı. Saymamazlıq var axı ortada. Yəni belə deyim sizə, hörmətsizlik var. Və sonra da həmin pullu gəlir düşür qabağa. Baxırsan ki, aralarında bir 20-30 yaş fərq var. Bu sadəcə bu yazığın imkanı yoxdur deyənə buna belə qeyri-etik olsa da olan reallıqdır. Yəni səni it yerinə qoymuram. Nə fərqi var ki, sənin yaşın filan qədərdir və həmən qədərdir. Budur. Və istəyir toy, istəyir yas mərasimlərində hal-hazır ki, qlobal olaraq vəziyyət budur. İnsanların əksəriyyəti və hətta çoxluq hissəsi bir 100-ün 60-70% arası timsalında qarşı tərəfi ancaq maddiyyat sardan. Filan kəs gəlib. Amma halbuki heç it qədər də hörməti yoxdur. Amma pul var, vəzifə var. Neyinir onun olmayan hörmətini? Onun hörmətsizliyinə, onun səviyyəsizliyinə baş qoşan yoxdur axı. Əsas pul olsun, imkan olsun. Kimi qeyri-etik davranışlarla yanaşan insanların sayı çox təşkil edir. Və xüsusən də bir-birlərindən adətən süni təbəssüm, süni yaxud verilən müsbət reaksiyalar, amma təbii olaraq mənfi reaksiya süni olaraq müsbət reaksiyadan 5 qat yaxşıdır, pis ola bilməz. Və bir nəfər ki, hansı ki bu mövzuya boyun qaçırdar, sən səhv düşünürsən. Niyə? Çünki həmən varlı və kasıb təbəqələşmə illər boyu olsa da zaman irəlikcəsində daha qlobal səviyyədə özünü göstərir. Niyə? Çünki hər kəs, əksəriyyət təbəqə bugünün sabahını düşünmək üçün ən qısa variantdır. Kiməsə söykənmək. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyən yaxud yenidən, yaxud heç sıfırdan başlayıb adlarını yazdırmaq istəyənlər mesaj bölməsinə məlumat verə bilərlər.